Ölkəmizdə TikTok kimi platformaların sürətli yayılması uşaqlar arasında informasiyaya əlçatanlığı təmin etsə də, zərərli məzmunla təmas ehtimalını da artırır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində hesab edirlər ki, Azərbaycanda da digər inkişaf etmiş ölkələrdə olduğu kimi, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün fəaliyyət planı hazırlanmalıdır. Buraya süni intellektin təsiri və sosial şəbəkələrə girişin məhdudlaşdırılması kimi tədbirlər də daxil edilməlidir. Bu cür applicationları yüklədikdə 13 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulsa da belə, təəssüf ki, az yaşlı uşaqlar da TikTokdan istifadə edirlər və bizi də ən çox maraqlandıran məsələlərdən biri də odur ki, əgər TikTok uşaqlara bu qədər psixoloji, mənəvi zərər verirsə, bu zaman ora uşaqların, yəni bu sosial şəbəkədən uşaqların istifadəsi məhdudlaşdırılmalıdır. Yəni asanlıqla giriş icazəsi olmamalıdır. Bu məsələdə hal-hazırda elmi araşdırmalar davam etməkdədir və xüsusi olaraq da süni intellekt vasitəsilə istifadəçilərin üz tanınma, davranış hallarının təhlili ilə bağlı yaşın müəyyən edilməsi texnologiyası üzərində işlər davam etdirilir. Bəs görəsən vətəndaşlar uşaqların TikToka girişinin məhdudlaşdırılması ilə bağlı nə düşünürlər? TikTokda filtrasiya problemi zəifdir. Alqoritm bəzən elə verir ki, yəni uşaq böyük fərq eləmir, hər bir videonu çıxara bilir. Amma məsələn YouTube kimi eləsələr, TikTok Kids olsa, məsələn YouTube Kids var, elə olsa davam eləyə bilərlər. Amma ki, bu hazırki halında məncə qadağan olunmalıdır. Orada lazım olmayan şeylər paylaşırlar. Uşaqlara o lazım deyil də, tərbiyəsini pozur. Yəni məsələn, mən böyük adamam, mən baxıram, bir mesajlar gəlir telefona, adam utandığından ölür. Vururam, deyirəm, baxım görüm, bu nədir TikTokdan gəlir. Açıram ki, elə bir adamdır ki, məsələn, mənə layiq deyil ona baxmaq. Orada lazımlı, lazımsız bir şeylər var. Yəni vacib deyil ki, uşaq hamısını görsün. Millət vəkili Jalə Əliyeva isə deyir ki, uşaqların tibbi fiziki sağlamlığı ilə yanaşı düşüncə, əqidə və mədəni səviyyəsi böyük əhəmiyyət kəsb edir. Ancaq bu cür məsələnin qanunvericiliklə tənzimlənməsi ictimai rəyə və sosial tələbə bağlıdır. Bu sahədə də bir sosial tələb artıq ortaya çıxarsa və valideynlər tərəfindən, deyək ki, təhsil müəssisələri tərəfindən bu məsələ davamlı olaraq gündəmə gətirilərsə və artıq bir həyəcan təbili çalınmağa başlarsa, əlbəttə ki, o zaman qanunvericilikdə də dəyişikliklər edilməsi vacib ola bilər. Yəni bugünə bu məsələ sadəcə müzakirələrin obyektidir, geniş müzakirələrin obyektidir və qərar əlbəttə ki, ümumi rəydən asılıdır. Qərar eyni zamanda əlaqədar qurumların, təşkilatların verəcəyi rəydən, statistikadan asılıdır. Uşaqların rəqəmsal təhlükələrdən qorunması təkcə texnologiyanın deyil, cəmiyyətin, ailənin və dövlətin ortaq məsuliyyətidir. Hazırda bu məsələ müzakirə predmetidir, amma yaxın gələcəkdə hüquqi çərçivəyə çevrilə bilər.